Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Zoğal sezonunda zoğal kompotunun rəngi gözəl, çox dadlı. Necə hazırlanır, gəlin birlikdə hazırlayaq. Əgər siz də bu cür hazırlasanız, marketlərdən almağa ehtiyac olmayacaq. Öncədən sok butulkalarını tərtəmiz yudum, qaynar suda sterinləyib bir tərəfə yığdım. Başladım zoğalları tərtəmiz yumağa. Bir neçə dəfə ahar suyun içərisində, bol suyun içərisində yuyulub qurtardıqdan sonra bir stəkan zoğal, 180 qram da şəkər tozu, sok butulkaların içərisinə töküb, üzərindən qaynar su töküb qaynamağa qoydum. Şəkər tozunun miqdarını da belə qeyd edim. El arasında armud stəkan deyilir. Ölçüsü o qədər idi. Şəkər tozlarını da əlavə etdim. Qaynar sularını töküb, kənarda təzə qapaqları qaynar suda sterin edib, ağızlarını boş bağlayıb qaynamağa qoydum. Bunu da qeyd edim, öncədən qazanda su qoydum, ocağın üzərinə möhkəm qaynatdıqdan sonra içərisinə mətbəx dəsmalını yerləşdirdim ki, bir-birlərinə dəyib butulkalar ısınmasın. 10-15 dəqiqədə orada qaynatdım. Çıxardıb kənarda ağızları möhkəm bağlayıb, bir sutka ərzində üzərini örtdüm. Bir sutkadan sonra bankaları qaranlıq sərin bir yerdə saxlamağa qoydum. Çox gözəl rəngi də var idi, dadı da çox gözəl idi. Əgər siz də bu cür hazırlasanız, marketlərdən almağa ehtiyac qalmayacaq. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin, göz haqqınızı halal edin. Allaha amanat olun. Yeni videomda görüşənədək hazırlayan hər kəsə nuş olsun.